Salam uşaqlar. Bu videodan etibarən biz birlikdə şahmatı mükəmməl səviyyədə öyrənməyə başlayırıq. Bir əvvəlki videomuzda şahmatın tarixi haqqında danışmışdıq. Əgər o videoya baxmamısınızsa, ilk öncə ona baxmağınızı tövsiyə eləyirəm. İndiyə qədər fiqurların adını qarışdırmısınızsa, bu daş necə gedirdi deyə düşünmüsünüzsə, ya da oyunda nə baş verdiyini tam başa düşməmisinizsə, bunların heç bir problem deyil. Çünki bu dərslərlə biz bütün bu problemləri addım-addım həll eləyəcəyik. İlk dərsimiz şahmata giriş dərsi olacaq. Bu dərsdə şahmat taxtası ilə, fiqurlarla və oyunun məqsədi ilə tanış olacağıq. Mən hər şeyi sadə dildə izah etməyə çalışacağam. Sizdən istədiyim isə dərsi axıra qədər diqqətlə dinləməyinizdir. Əgər imkan varsa, dəftər, qələm götürüb mövzuları ardıcıl şəkildə qeyd etməyiniz sizin üçün daha yaxşı olacaq. Onda hazırsanızsa diqqətiniz məndə olsun və başlayaq. Gəlin əvvəlcə ən əsas sualdan başlayaq. Şahmat nədir? Deməli, şahmat iki nəfər arasında oynanılan düşüncə oyunudur. Bu oyun şahmat taxtası adlanan sahədə şahmat fiqurları ilə oynanılır. Burada məqsəd sadəcə daşları hərəkət etdirmək deyil, eyni zamanda düzgün plan qurmaq, doğru düşünmək və rəqibdən bir addım öndə olmaqdır. Qeyd etdiyim kimi, bu oyun şahmat taxtasında oynanılır. Hal-hazırda ekranda gördüyünüz şahmat taxtası 2D taxtadır. Yəni, taxtaya sanki yuxarıdan baxırıq. Amma canlı şahmat taxtasında rəqiblə üzbəüz oynayırıq. 2D taxtada oynayanda rəqibimiz bizdən uzaqda olur. Şahmat taxtası kvadrat formadadır. Taxtanın içində də balaca kvadratlar görünür. Bu kvadratlara xanalar deyilir. Taxtada iki rəngdə xana olur. Açıq rəngli xanalar, yəni ağ xanalar və tünd rəngli xanalar, yəni qara xanalar. Çox vacib bir qaydanı da deyim ki, şahmat taxtasını iki oyuncu arasına qoyanda mütləq sağ künc alt xana ağ rəngli olmalıdır. Bu qayda hər zaman bu formada olur. Yəni bu qayda həm bizə, həm də rəqibə aiddir. Şahmat taxtasında həm rəqəmlər, həm də hərflər də var. Aşağıdan yuxarıya doğru gördüyümüz rəqəmlər 1-dən 8-ə qədər olan rəqəmlərdir. Aşağıda göstərilən hərflər də A-dan H-a qədər olan hərflərdir. Gəlin hərfləri düzgün formada oxuyaq. A, B, S, D, Y, F, J, H. Bəzi hərflərin oxunuşu fərqli görsənə bilər. Amma düzgün oxunuş forması budur. İndi bəziləri soruşa bilər ki, bəs niyə Ə, I, Ö kimi hərflər yoxdur? Çünki şahmat beynəlxalq oyundur. Dünyanın hər yerində eyni cür başa düşülsün deyə ingilis əlifbasından istifadə edirik. Yəni, bu gördüyümüz hərflər ingilis əlifbasının hərfləridir. Bu hərflər və rəqəmlər vasitəsilə biz həm də hər bir xananın adını tapa bilirik. Məsələn, yaşıl dairə ilə göstərdiyim xananın adını tapaq. İlk öncə xanadan aşağı düşürük və hansı hərf olduğunu tapırıq. Yəni, bu hərfin Y hərfi olduğunu görürük. Daha sonra xanadan sağa doğru gedərək hansı rəqəm olduğuna baxırıq. Yəni, bu rəqəmdə 5 olduğunu gördük. Deməli, hərfimiz Y, rəqəmimiz də 5-dir. Deməli, bu xananın adı Y5-dir. Xananın adını deyəndə həmişə əvvəl hərf, sonra rəqəmi deməliyik. Bundan başqa, şahmat taxtasında 3 cürə xətt olur. Birincisi üfüqi xəttdir. Üfüqi xətt misal olaraq şahmat taxtasında 8 üfüqi xətt çəkə bilərik. Bu göstərdiyim xəttlər hər biri üfüqi xəttdir. Eyni zamanda şahmat taxtasında 8 sıranın da olduğunu biz görürük. Bunlar 1-ci, 2-ci, 3, 4, 5, 6, 7 və 8-ci sıraya aiddir. Yəni 8 dənə sıramızın olduğunu da görmüş oluruq. Və bu rəqəmlərin eyni zamanda köməyi bu sıranın adını deyərkən istifadə edirik. Yəni məsəl üçün 5-ci sıra. Bundan başqa bizim şaquli xəttimiz də var. Şaquli xəttimiz də
aşağıdan yuxarıya doğru apardığımız xəttdir. Bu gördüyümüz xətt şaquli xəttdir. Şaquli xəttdə 8 dənə olur. Şaquli xəttdən yanaşı bizim sütun anlayışımız da var. Məsələn, bu gördüyümüz sütuna biz D sütunu da deyə bilərik və ya bu formada çəkdiyim xəttə biz F sütunu da deyə bilərik. Sütun və şaquli xətt anlayışı eyni mənanı verir. Daha çox üfüqi xətt və şaquli xətt sözündən istifadə edirik. Bundan başqa bizim diaqonal xətt dediyimiz anlayış da var. Bu xətt çarpaz gedən xəttdir. Yəni diaqonal xətt çarpaz formada olur və xanaların hamısı eyni rəngdə olur. Məsəl üçün A xanasından başlayıram və 8-də qurtarıram. Baxın, H8-dir bura. Öncə hərfi baxırdıq, sonra rəqəmi baxırdıq. Bəli, bura olur H8. A1-dən H8-ə doğru mən uzun bir çarpaz, yəni diaqonal xətt çəkmiş oldum. Xanaların hər birinə baxsaq, bütün xanalar qara rəngli xanalardır. Yəni ağ rəngli xanadan keçmədim. Yəni bu çarpaz xəttə biz qara diaqonal və ya qara çarpaz xətt də deyə bilərik. Və ya bu gördüyümüz çarpaz xəttdə şama taxtasında ən uzun çarpaz xəttlərdən yenə biridir və yenə bütün xanalar ağ rəngdədir. Yəni heç bir xana qara rəngdə deyil. Çarpaz xətti çəkəndə yaddan çıxartmayın, çəkdiyiniz xanadakı rəng eyni rəng olmalıdır. Məsəl üçün bu formada çəkdiyim xətt çarpaz xətt sayılmır. Diqqətlə baxırsınızsa, bu belə əyri formada getmiş bir xəttdir və belə bir xəttimiz şahmat taxtasında yoxdur. Deməli biz ən uzun diaqonal xəttləri öyrənmiş olduq. A1-dən H8-ə qədər olan xəttimiz və H1-dən A8-ə qədər olan xəttimiz bizim ən uzun diaqonal xəttimizdir. İndi isə gəlin keçək şahmat taxtasında fiqurlara, fiqurların adlarını ilk öncə öyrənək. Şahmat taxtasında hər iki tərəfin, yəni həm ağların, həm də qaraların müxtəlif 6 fiquru olur. Müxtəlif dedim. Yəni hər iki tərəfin 6 müxtəlif fərqli fiquru var. Gəlin bu fiqurların adlarını öyrənək. Deməli ilk öncə F4 xanasından başlayaq. Bu gördüyümüz balaca fiqurun adı piyadadır. Şahmat oyununda ağlarda 8 piyada olur, qaralarda da 8 piyada olur. Birazdan düzülüşünü göstərəndə neçə fiqur olduğunu da görəcəksiniz. Piyadadan sonra gələn fiqurumuz bir heyvana da bənzəyir və bu hansı heyvandır sizcə? Bəziləriniz oradan doğru dediyinizi düşünürəm. Bu heyvan atdır. Şahmat taxtasında həm ağlarda, həm də qaralarda at olur. Atdan sonra gələn fiqurumuz yenə bir heyvan adıdır, amma o heyvana bənzəmir əslinə qalanda. Bu fiqurumuz fildir. Bəli, filə heç bənzəmir. Filin daha iri bir heyvan olduğunu bilirik, amma burada çox da elə iri görsənmir. Fildən sonra qoyduğum fiqur isə, yəni C4 xanasındakı fiqurumuz topdur. Şahmatda top güclü fiqur hesab olunur. Topdan sonra gələn fiqurumuz isə vəzirdir. Vəzir taxtada ən güclü fiqurlardan biri hesab olunur. Vəzirdən sonra gələn fiqur isə şahdır. Şah da vəzirdən öncə daha vacib önəmə sahib olan fiqurdur. Vəzir ən dəyərli fiqurdur. Şah isə önəmi açısından ən vacib fiqur olaraq hesab olunur. Yəni şahımızı qorumaq oyunda əsas məqsədimiz olur. Eyni zamanda şahmat sözünün ilk 3 hərfindən bu fiqurun adını yadda saxlaya bilərsiniz. Fiqurların düzülüşünə gəldiyimizdə isə oyunda fiqurlarımız bu formada düzülür. Öncəliklə onu demək istəyirəm ki, ağ fiqurları düzəldəndə birinci, ikinci, üçüncü və dördüncü ərazidə ağ fiqurları düzəltməliyik. Bu göstərdiyim əraziyə ağların ərazisi deyilir. Yəni şahmatda əslinə qalanda 2 ərazi var. Ağların ərazisi və qaraların ərazisi. Yəni bu gördüyümüz ərazi də 5, 6, 7 və 8-ci sətirləri götürsək,
Bu sətirlərdə olan bütün xanalar qaraların ərazisi ya da qaraların sahəsi də demək olar. Ağların sahəsinə ağların fiqurlarını, qaraların sahəsinə də qaraların fiqurlarını düzürük. Ona görə birinci və ikinci sırada ağların fiqurlarını qoymuşam. 7-ci və 8-ci sırada da qaraların fiqurlarını, yəni düzmüşəm. Piyadalarla yenə başlayaq. Piyadalar gördüyümüz kimi ikinci sırada, qaralarda da 7-ci sırada düzülmüşdür və bu piyadalar 8 dənədir. Sıra ilə saysaq, burada 8 dənə ağ piyadanın, 8 dənə də qara piyadanın olduğunu görəcəyik. Hər iki tərəfin 8 piyadası olur. Piyadadan sonra gəlin keçək taxtanın küncündə dayanan fiqura. Taxtanın küncündə dayanan fiqurumuz topdur. Bəli, bu fiqurun adı top idi. Top ağır fiqur olmasına baxmayaraq taxtanın küncündə yerləşir. Topdan sonra gələn fiqurumuz atdır. Atdan da eyni topda olduğu kimi 2 dənədir. Həm ağda, həm də qarada. Biz bunu görürük. B1 və J1 xanasında atlarımız yerləşib, qarada da B8 və J8 xanasında atları görürük. Atdan sonra gələn fiqurumuz isə fildir. Yenə taxtada cəmi 4 filimiz var. C1 və F1-də ağ fil, C8 və F8-də isə qara fil dayanmışdır. Və son olaraq bizim vəzirimiz və şahımız qaldı. Vəzir və şah taxtada fiqurları qoyarkən yeni başlayanların çox qarışdırdığı bir fiqur olur. Yəni bəzən şahla vəzirin yerini səhv salırlar qoyanda. Bunu yadda saxlamağın ən asan yolu belədir ki, vəzir öz rəngində olan xanada qoyulur həmişə. Vəzir ağ rəngindədir deyə, məsəl üçün ağlarda ağ xanada qoyuruq, yanına da şahı qoyuruq. Qarada da həmçinin vəzir qara rəngindədir deyə qara xanaya, yanına da şahı yenə qoyuruq. Ya bu düzülüş hər zaman, hər oyunda bu formada olur. Həm ağda, həm də qarada, yəni belə olur. Bundan əlavə bizim şahmat taxtamızda mərkəz xanalar deyilən bir anlayış var. Mərkəz xanalar, yəni taxtanın mərkəzi deyilir əslində buna. Mərkəzi Y4, Y5, D4 və D5 xanalarıdır. Bu 4 xana taxtanın mərkəzi hesab olunur və bu xanaları nəzarət edən tərəf oyunu daha rahat oynaya bilir. Və bundan əlavə bizim bilməli olduğumuz bir vacib qayda da var ki, bu şah cinahı və vəzir cinahı anlayışıdır. Yəni şah tərəfi, vəzir tərəfi. Belə bir anlayış da var ki, biz bu anlayışı dərs zamanı istifadə edirik. Ona görə gəlin bunu da öyrənək. Taxtanı yenə ortaya böləcəm və ortaya böldüyümüz zaman biz iki tərəfə ayrıldığını görürük. Öncə vəzir tərəfinə gəlin baxaq. Deməli, hərflərlə göstərəcəm. A, B, C və D sütunu vəzirin cinahına aid edilir. Yəni, bu gördüyünüz bütün xanalar vəzir cinahına aid olunan xanalardır. Y, F, J, H sütununa aid olan bütün xanalar isə şah cinahına, yəni şahın tərəfinə aid olan xanalardır. Və gələk şahmatı necə oynayacağımıza. Təbii ki, hər bir fiqurun özünə aid hərəkəti var və hər edilən hərəkətə biz gediş deyəcəyik. Yəni şahmat gediş edilərək oynanılan bir oyundur. Ağlar ilk öncə oyuna başlayır və ilk gedişini eləyir, sonra sıra qaralara keçir. Yəni belə də deyə bilərik ki, sıra ilə oynanılan bir oyundur. İlk gedişi həmişə ağlar eləməlidir. Ağlar oynayır, daha sonra qaralar öz gedişini eləyir. Yəni növbə ilə bu oyun ardıcıl gedir. Oyunun əsas məqsədi isə rəqibin şahını mat etməkdir. Bəli. Oyunun adında da bu var idi. Şahmat sözündən biz başa düşə bilirdik ki, burada elə əsas məqsədimiz rəqibin şahını mat etməkdir. Hər iki tərəf bunun üçün çalışır. Bunu eləmək o qədər də asan olmur. Bundan başqa yaddan çıxartmamalı olduğunuz kiçik bir qayda da şahmatda şahı vurmaq olmur. Şahı yalnız mat eləyə bilərik. Kim şahı birinci mat eləsə, həmin tərəf oyunu qazanmış olur.
Beləliklə biz bu dərsdə şahmatın nə olduğunu, taxtanı, fiqurları və oyunun məqsədini də öyrənmiş olduq. Növbəti dərsdə artıq biz fiqurların necə hərəkət etdiyini taxta üzərində bir-bir izah eləyəcəyik. Fiqurlar necə daş vurur, necə hərəkət eləyir, hər birini növbəti dərs görəcəyik. Hələ ki bu qədər, növbəti dərsdə görüşərik. Sağ olun.